Devlet İmtahan Merkezi 2025-ci il coğrafyadan test toplusu birinci hissədən Azərbaycan daxili suları mövzusunda 201 test var burada. Deməli 51-dən 100-ə qədər olan testlərin təhlilini verəcəm. 50-yə qədər olan testlərin təhlili əvvəl hissədə olub. Mil və Muğan düzlərini ayıran çay, Mil düzü ilə Muğan düzünü bir-birindən ayıran çay Araz çayıdır. Araz çayının sol sahili Mil düzü, sağ sahili isə Muğan düzdür. Düzgün cavab Araz çayı. Qanıq və Qabırlı çaylarının töküldüyü su anbarı, Qanıq Qabırlı çayları Mingəçevir su anbarına tökülür. Düzgün cavab D-bəndi. Mənsəbi okean səviyyəsində aşağıda yerləşən, lakin Xəzərə birbaşa tökülməyən çay, Samur çayı birbaşa Xəzərə tökülür, Kür çayı birbaşa Xəzərə tökülür, Tərtər çayı Kürə tökülür, Qanıq çayı Mingəçevir su anbarına Kürə tökülür, Araz çayı Sabirabad yaxınında su qovşanda Kürə tökülür və -11 metr hündürlüyə malikdir. Yəni birbaşa Xəzərə tökülməzsə, mənsəbi okean səviyyəsindən aşağıda. Düzgün cavab Araz çayı. C bəndi. Hansı su anbarı çay dərəsindən kənarda yerləşir? Barbara Kür çayının üzərindədir. Sərsəng Tərtər çayının qarşısını keçməklə yaradılıb. Ağstapa çayı həmçinin Ağstapa çayının üzərindədir. Mingəçevir su anbarı Kür çayının üzərindədir. Ceyranbatan su anbarı ətrafdakı çökəklikdə yaradılıb. Abşeronda. O birbaşa çayın üzərində deyil. Düzgün cavab Ceyranbatan Y bəndi. Respublikamızın bütün çaylarına aid əsas ümumi xüsusiyyət yalnız qar suları ilə qidalanır. Azərbaycan çayları təkcə qar suyu ilə qidalanmır. Daxili axar tövziyatda bütün Azərbaycan çayları deməli Xəzər qapalı axar tövziyasına aiddir. B bəndi düzgün cavabdır. Astara çay, Mazım çay, Bolqar çay və Araz çayları üçün ümumi xüsusiyyət kör mənsəbli çaylardır. Bunlar kör mənsəbli çaydır. Bunların üçün kör mənsəbli çay təkcə Bolqar çaydır. Qalanlar hamısı Ağstapa, Kürə, digər çayların qollarıdır. Səpti bol sulu dövrü yaylarında təsərrüf edir. Burada məsələn Astara çay, deməli bu qışda bol sulu çaydır, səpti. Sərhəd çaylarında Astara İran sərhədində, Mazım çay Gürcüstan sərhədində, Bolqar çay İran sərhədində, Araz çayı yenə də İran sərhədindədir. Cavab düzgün cavabdır, sərhəd çaylardır. Əslən yayda quruyurlar, yayda qurumurlar bu çaylar, təkcə Bolqar çayı quruyur. Buzlaq suları ilə qidalanır. Bunlar içərisində buzlaq suyu ilə qidalanan təkcə Mazım çayı qalanlar buzlaq suyu ilə qidalanmır. Düzgün cavab C bəndi. Baş Muğan kanalı və İli Əzbəyev kanalı adına kanalın oxşar xüsusiyyəti. Baş Muğan kanalıda, Əzbəyev kanalda hər iki kanal deməli Bəhrəmtəpə su qovşağından başlayır. Bunların ümumi xüsusiyyəti, oxşar xüsusiyyəti eyni mənbədən başlamalıdır. Bəhrəmtəpə su qovşağı. Düzgün cavab D bəndi. Respublikamızın su kanalları üçün səciyyəvi olmayan cəhət nəqliyyat məqsədilə istifadə edilir. Azərbaycan su kanalları, daha doğrusu suvarma kanalları nəqliyyat məqsədilə istifadə edilmir. Bu görə düzgün cavab elə A bəndidir. Suvarmada geniş istifadə olunur. Bunların səciyyəvi xüsusiyyətdir. Su anbarı və su qovşalarından ibarətdir. Səciyyəvi xüsusiyyətdir. Əslən düzənliklərdə yerləşir. Suvarma kanalları düzənliklərdə yerləşirlər. Səciyyəvidir. Qurun sularının səviyyəsini qaldırır. Suvarma kanalları qurun suyun səviyyəsinin yuxarı qalmasına təsir edir. O ki, beton ölçüsü içərisində axıdılmır. Düzgün cavab A bəndi nəqliyyat məqsədilə istifadə olunmaları onlar üçün səciyyəvi olmayan xüsusiyyətdir. Cavab. Qidalanmasında buzlar və qar sularının mühüm rol oynadığı çaylar, Azərbaycanda buzlaqlarla qidalanan çaylar, deməli var bir neçə çay var. Astara çay buzlarla qidalanmır, Şəmkir çayı həmçinin, Kür çayı qar suyu ilə, Pirsaat çayı yenə də yağış qar suları ilə, Araz çayı yeraltı sularla, Tərtər çayı yeraltı sularla, Kür çayı qar sularla, Araz çayı yeraltı sularla, Samur çayı və Qusar çayı bunlar böyük Qafqaz uca dağlıq zirvələrində buzlaqla qidalanır, buzlaq suyu ilə qidalanırlar. Düzgün cavab B bəndi Samur çayı, Qusar çayı. İntensiv suvarma nəticəsində yayda mənsəblərini itirən çaylar, yəni yayda olmayan çaylar, Samur çayı belə bir çay deyil, Biləş həmçinin, Qanıq həmçinin, Göy çay, Ağsu çay, Girdiman çay. Şirvan çaylarının suyu yayda suvarmaya getdiyindən
Həmin çaylar gəlib Kür çayına çata bilmirlər. Düzgün cavab Göyçay, Ağçay, Girmançay, Beybəndi. Seyid Astara çay, Tərtər çay, Qudyal çay, il boyu burada su var. D'də Arazda, Dəmirəparanda, Qutaçayda il boyu su var. Y'də Tülyan çay, yayda mənsəb itirənlərdəndir, Qanıq il boyu su var, Tərtərdə də il boyu su var. Düzgün cavab B, Göyçay, Ağçay, Girmançay. Azərbaycanda şoranlaşmanın qarşısına alınmasında böyük rol oynayan hidrotenci qurğu. Şoranlaşmanın qarşısına almadan ötürü o istifadə olunmuş şor suların akıdılmasıdır. Bu için de Azərbaycanda istifadə olunur. Baş Şirvan kollektoruna, Baş Şirvan kollektoru Şirvan düzünün aşağı hissəsindən başlayır. Artıq çıxar suları aparıb Xəzər dənizinə aparır. Düzgün cavab Baş Şirvan kollektoru. Sevəndi. Suvarmada daha çok istifadə olunan çaylar. Astara çay, Araz çayı, Ceyran keçmədən yayda çok az suyu olmur. Şin çay, Pirsaat çay, Astara çay, Pirsaatın da çok az suyu olmur. Şabran çay, Sumqayıt çay, Çiş çay. Sumqayıt çayında çok az kuruyor. Araz, Tülyan çay, Arpa çaydan suvarmada geniş şekilde istifadə olunur. Y bəndində de Ceyran keçmədən çok az suyu olmur. Düzgün cevap oldu. Araz çay, Tülyan çay, Arpa çay. Araz çayının mənbəyi və mənsəbini yerləşimi vapur ölkələr. Araz çayı bildiği kimi Türkiye'de Bingöl Dağ silsiləsindən başlayır və mənsəbi də Azərbaycan Respublikasında deməli Kür çayına düşdür. Düzgün cavab Türkiye, Azərbaycan B-bəndi. Kür çayı üzərindəki su anbarları Mingəçevir, Düzgündə, Ceyranbatan, Abşerondadır, Sərtəng, Kürün qoru, Tərtərin üzərindədir, Şəmkir, Sərtəng, Yenişən, Sərtəng, Tərtərin üzərindədir, Barbara, Kürün üzərində Xamburan çay, Lənkərandadır, Xudapərin Arazın üzərindədir, Yenişən Kürün üzərində, Şəmkir Kürün üzərində, Barbara Kürün üzərində. Deməndə düzgün cavabdır. Aşıq Bayramlı, Nohur Qışlaq, bunlar Kürün qolu Coğaz yerində, Ağstafa çay üzərindədir. Yenişən, Şəmkir, Barbara, Kür çay üzərində cavab D. Azərbaycan su anbarlarının sahəsinin azalmasına göre artçılığı. En büyük su anbarımız Mingəçevir su anbarıdır. İkinci en büyük su anbarımız Araz Qovşağı'da, Naxçıvanda. Üçüncüsü Şəmkirdir. Dördüncüsü de Sərtəngdir. Acaba belə doğrudur. Barbara Araz veribdi. Araz Barbara'dan böyüdü. Arazdan sonra Arpaçay veribdi. Arpaçay kiçik su anbarıdır. Ceyranbatandan sonra Barbara verip Sərtəng verip bunlar böyüdü. Araz böyüdü. Sərtəngdən sonra Şəmkir verip Arcada düzgündür. Düzgün cevap Abəndi, Mingəçevir, Araz, Şəmkir, Sərtəng. Cavab. Mənbəyini Talış dağlarından ve Böyük Qafqazın cəmiyamızdan götürən çayların bol su olmalarının səbəbi orta illik yağıntıların çox olması həmin ərazilərdə həm Talışların həm də Böyük Qafqazın cəmiyamızdan götürən çayların bol sulluğunun çox olmasını gətirib çıxar. Cavab Abəndi. Sxemi tamamlanan 3 təbii vilayətdən keçir. Mənsəb Oşkən təpəsindən aşağıdadır. Tranzit çaydır. Axmı təmizlənir. 3 təbii vilayətdən keçən Araz çayıdır. Ortaraz vilayətindən, yəni Naxçıvandan, Şərqi Zəngəzur, Kiçik Qafqaz vilayətindən, Kür çökəkliyi vilayətindən 3 təbii vilayətdən keçir. Araz. Mənsəb Oşkən təpəsindən aşağı mənfi 11 metrdə deməli Kür çayıdır. Tranzit çayıdır. Türkiyədən, Ermənistandan, İrandan keçir. Axımı təmizlənir, üzərində bir neçə su anbarı var. O cürdə bu deyilənlərin hamısı Araz çayının xüsusiyyətləridir. Cavab yevəndir. Çay üzərindəki su anbarı, Kürün üzərində Bilə, Kürün üzərində Barbara olar, Mingəçevir olar, Yenişənd olar, su qovşanı ola bilməz. A, C, D-dən biridir. Tərtəng, deməli, Tərtər üzərində ikinci olmalıdır, Tərtər. Tərtər ikinci çay. A'da var, B'de yoktu, C'de yoktu, D'de yoktu. Deməli cavab elə A bəndi. Araz çayı üzərində də Mirmuğan su qovşağı var, A bəndi doğrudur. Cədvəl tamamlanan çay üzərindəki su anbarı Şəmkir su anbarı Kür çayı üzərində. Deməli birinci cavab olacaq Kür çayı. Cavab ya B'di ya da D'di. Naxçıvan çayının üzərində var Heydər Əliyev su anbarı, buna cavab görüşdü. Cavab B bəndi. Sərtəngdəki Tərtər üzərindədir. Deməli Şəmkir su anbarı Kürün üzərindədir. Naxçıvan çayı üzərində var Heydər Əliyev su anbarı.
Serçeng Suanbar'daki Terter çay üzerinde cevap beyefendi. Xəritədə rəqəmlərlə verilən çaylara aid olan əlaməti seçin. Deməli, burada Katyek çay var. Sonra Əyri çay var, Əlcan çay var. Bu çaylardır. Deməli, Böyük Qafqazın Cəmi Yamacın çaylardır. Enli çaylarla kanyonlara malikdir. Bunların dəreləri enli deyil. Öz enli dərdə kanyon olmaz. Məntiqi burada cəhətcən səhv var. Bütün çaylar birbaşa Meclis Suanbarı'na tökülür. Buradaki çayların bir hissəsi Qanaxa, bir hissəsi Əyri çayı tökülür. Səhv pişirdi. Künün sağ qollardır. Bu çaylar künün solu ola bilər, sağ ola bilməz. Daşlı və palçıqlı sellər rast gəlinir. Daşlı palçıqlı sellərin yayıldığı əsas yer buradır. Şişli, Şinli, Kürmük çayıdır. Deybəndi düzgündür. Yalnız yağışlarla gidenler burada. Yağış da var, kar da var, yeraltı da var, müeyyen kadar buzlak suyu da var. Düzün cevap Deybəndi, yani karşı kıyıdadır. Xəritədə rəqəmlərlə verilən çaylara aid olmayan, ama yine de Böyük Qafqaz Cəmi Yamacı çayları, bunlara aid olmayan daşlı palçalı yerler müşahidə olunur. Bu sədiyə bir xüsusiyyətdir. Bu çaylara aid xüsusiyyətdir. Qanı xərçəyə vasitən getmə konusu yaranlar. Bunların sədiyə bir xüsusiyyətdir. Getmə konusundan yaranması. Çeşitlikləri ərazide yağ qura çiçən mülayim isti iqlim mövcuddur. Yağ qura çiçən mülayim isti iqlim Böyük Qafqazın cənub-şərq hissəsində var. Lənkəran zonasında var. Böyük Qafqazın şimal yamacında var. Burada kışı qura çiçən mülayim isti iqlim mövcuddur. Oysa ki, bəndi bu çaylara bu da əraziyə aid olmayan xüsusiyyətdir. Düzün cavab Deybəndi. Qarşı qıdalanmayan malik çaylardır. İnce demiştim bunu. Kür Övzəsinin çayları, Damcı Kür Övzəsinin çaylarıdır. Düzün cavab Deybəndi. Əyri çayın üzerinde yerleşen su ambarını ve çayın sağ kolunu vapurla müeyyinin. Əyri çayın üzerinde var ile Əyri çay su ambarı. Əyri çayın sağ kolda şəkildən gelen çiş çayıdır. Düzgün cevap Deybəndi. Ağgöl'ün Sarısı Gölü'nden fərqi. Ərazisi ikinci batı rayonunda yerleşir. Ərazisi ikinci batı yerleşen Sarısu'dur. Ağgöl'dür. Ağgöl Ağcabədlidir. Sarısu İmişli'de bir hissəsi Sabirabad'dadır. Abənin səthi suyunu tərkib açılır və Hacıqabul gölləri ilə eyni. Bu baxımdan Ağgöl ilə Sarısı göl arasında bir fərq yoxdur. Okean səviyyəsindən aşağıda yerləşir. Bu hər ikisine aid olan xüsusiyyətdir. Mil düzündə Kür çayının dərəsində formalaşır. Hər ikisi Kür çayının dərəsində formalaşıb. Ətrafında eyni adlı mühafizə obyekti yaradılmışdır. Ağgölün ətrafında Ağgöllü qoruğu var. Sarısı ətrafında belə bir şey yoxdur. Ağgöl düzgün cavab Deybəndi. Azərbaycan Bolsu çaylarına daxildir. Samur, Qudyar, Qusarçay, A bəndi düzgündür. B bəndində Pirsaat çay, C bəndində Ceyran Keçməz, D bəndində Bolqar çay, Y bəndində Sumqayıt, Asulu çaylar, daha doğrusu yayda quruyan çaylardır. Caba, Samur, Qudyar, Qusar. Naxçıvan çay və Tərtər çay müvafiq olaraq eroziya vasitələri müəyyinin. Naxçıvan çay Araza tökülür, Tərtər çay da Kürə tökülür. Orada Araz çayı və Kür çayı cevap verilip Y bəndində. Mənbəyini Qarabağ Vulkan yaylasına götürən çaylar Gilan çay, Kürək çay, Astara çay. Astara çay çox uzaqdır. Kürək çay Böyük Qafqazın şimal yamacındadır. Gilan çay Naxçıvandadır. Göy çay, Ordubad çay, Kürək çay yenə səhvdir. Tərtər çay, Gilan çay, Ağçay Şirvandadır. Türyan çay Şirvandadır. Cavab oldu Yeməndə. Arpa çay, Tərtər çay, Həkər çayları Qarabağ Vulkan yaylasından başlayır. Tərtər Həkəri, Tərtər şərqə, Həkəri cənuba, Arpa çay qərbə doğru Ermənistan hərəkət edib sonra Naxçıvan Azərbaycan daxil olur. Cavab Yeməndi. Böyük Qafqazın şimal-şərq yamacında kanyon var, dərilər yaradan çaylar. Göy çay Böyük Qafqazın cəmi yamacındadır. Türyan çay həmçinin Ataçay şimalda da moda kanyon yaratmır. Biləş çay, Lənkəran çay. Bunlar Lənkəran vilayətindədir. Cavab səhvdir. Qusar çay, Qudyal çay, Vəlvələ çay. Böyük Qafqazın şimal yamacında kanyon var, dərə yaradan çaylardır. Cavab oldu C bəndi. Ağstafa çay Kiçik Qafqazın şimalındadır. Arpa çay da Naxçıvandadır. Y'de o acıda səhv düzgün cavab C bəndi. Qusar, Qudyal, Vəlvələ. Əsasən yağış sularıyla qidalanılan çaylar. Tərtər çay yeraltı sularla, Pirsaat çay yağış suları ilə 2, Qusar çay qar buzlaq sularıyla, Biləş çay yağış suları ilə, Həkər çay yeraltı sularla, Ceyran Keçməz yağış suları ilə qidalanır. Ceyran Keçməz düzgün cavab oldu. 2, 4, 6 cavab D bəndi.
Azərbaycanda daha çox çirklənmiş çaylar müəyyən Oxçu çay, Ermənistanda çirklənmiş çaydır. Şiş çay yan sahilində bunun hövzəsində bunun fabrik zavodu yoxdur, təmizdir. Türyan çay həmçinin ətrafında fabrik zavodu yoxdur. Kür çay ən çirkli çaylardan biridir. Araz çayı yenə də Azərbaycan çirklənmiş çaylarındandır. Kusar çayında az çirklənib düzgün cavab oldu. 1, 4, 5 cavab oldu Debəndi. Azərbaycan yayda quruyan çayları Samur yayda qurumur, Sumqayıt yayda quruyur, Kusar yayda quruyamaz, Ceyran Keçməz yayda quruyur, Pirsatçay yayda quruyur. Qidanın qurumalarına səbəb ancaq yağış sularda qidalanır, yağış yağmayanda qurumalılar. Düzgün cavab oldu 2, 4, 5 cavab oldu A bəndi. Araz çayında suyun səviyyəsinin ən yüksək və ən aşağı olduğu aylar qaçırma müəyyən. Araz çayında suyun ən yüksək səviyyəsi Kürdən bir ay sonra. Kürdə aprel doğru, Arazda mayda. May ən yüksək səviyyədir. Kürdə minimum səviyyə sentyabrda da, Arazda bundan bir ay tez olur. Avqust ayında düzgün cavab may və avqust cavab oldu B bəndi. Kür çayında suyun səviyyəsinin ən alçaq və ən yüksək olduğu aylar qaçırma müəyyən. Kür çayında ən yüksək, ən alçaq səviyyə olur sentyabrdan. Cavab sentyabrdan başlayacaq, ən yüksək səviyyəsi olur apreldə. Düzgün cavab C bəndi. Azərbaycanda su eroziyası ən çox yayıldığı ərazilər. Deməli, su eroziyası Mil-Düzü, Naxçıvan yüksək dağlıq əraziləri, Səpti Mil-Düzünə görə böyük və kiçik orta dağlığı su eroziyası ən çox yayıldığı ərazilərdir. O görə ki, bura yağıntının ən çox düşdüyü yerlərdir. Və suyun dağıtıcı qüvvəsi də burada böyükdür, meyillik olduğuna görə cavab B bəndi. Tərtər, Əlcan, Gəncəçayın oxşar cəhəti Böyük Qafqazın cənub yamacından axırlar. Tərtər Kiçik Qafqazdan gəlir, Əlcan Böyük Qafqazdan, Gəncəçay da Kiçik Qafqazın şimal yamacından, Böyük Qafqazın şimal yamacından, şimal şərq yamacından axırlar. Tərtər Kiçik Qafqazdan gəlir, Kiçik Qafqazın cənub şərq yamacı yenə də Səpti, Kür çayının qolulardır. Tərtər Kürün qolu, Əlcan Kürün qolu, Gəncəçay da Kür çayının qolulardır. Deməli düzgündür. İlin soyuq dövründə bol sulan çaylar, deməli, Yayqula Şişəm Nuramisinin gəldiyi yerdə olan çaylar, ilin soyuq dövründə bol sulanırlar. Bunlar Lənkəran çaylarıdır, Qarqar Səpti, Qanıq Səpti, orada deməli, qışı bura çiçəni ilimdir, Biləş çay düzgündür, Lənkəran çay düzgündür, Astara çay düzgün cavab sevəndir. Azərbaycanda şor göllərin daha geniş yayıldığı ərazidir. Bunun səbəbi Böyük Qafqazın şimal-şərq yamacında şorsuz göllər ola bilməz. A bəndi Səpti. B bəndi Qusar müharibi düzənliyi, yenə də burada şorsuz göllər ola bilməz. Meyillik var. C bəndi Abşeron, Qobustan, Acınovur, Ceyran çöldə arid iqlim şəraiti şorsuz göllərin yaranmasının əsas səbəbidir. C bəndi düzgün cavabdır. Azərbaycanda illik çay axımının yüksək olduğu ərazidir. Ən çox yağın düşən yerlər Lənkəran vilayəti düzgündür. Kür Arazonda çay axımı yüksək deyil. Böyük Qafqaz yamacı düzgündür. Qanıq Ərçay Şəkisaqlar zonası nəzərdə tutulur. Naxçıvan Araz bölgələrində çay axımı azdır. Abşeron, Qobustanda həmçinin düzgün cavab A bəndi 1-3. Axımı əsasən Respublikamızın ərazisində formalaşan çaylar Girdiman çay, Daxili çaydır, Astara çay bir hissəsi İrandadır, Pirsat çay düzgün idi, Arpa çay Ermənistandadır bir hissəsi. Araz çayı yenə də Türkiyə, Ermənistan, İran, B bəndi Səpti, Samur çayı Rusiya, Azərbaycan, Tərtər daxili çaydır, Biləş çay, Qudyal çay, Türyan çay, C bəndi düzgündür. D bəndi Arpa çay, Qabırlı, Arpa çay Ermənistan, Qabırlı, Gürcistan, Ataçay daxildir, Sumqayıt çay daxildir. Y-də də Səpti, Qanıq çayı, Səpti, düzgün cavab Tərtər, Biləş, Qudyal, Türyan. Araz çayı üzərində olan su anbarlarının və su qovşaqları Sərçəng Tərtərin üzərindədir, Milmuğan Arazın üzərindədir, Xanburan çay Lənkərandadır, Şəmkir Kürün üzərindədir, Barbara Kürün üzərindədir, Bəhrəmtəpə Arazın üzərindədir, Xudafərin də Arazın üzərindədir. Düzgün cavab oldu 2, 6, 7 cavab C. Azərbaycanda dağ buzlaqlarının yaranmadığı silsilələr. Yan silsilədə yaranır, Talış hissəsində yarana bilməz, maksimum 2493 metrdir Talış. Lənkəran hissəsi hündür, alçaq dağdır. Burada da dağ buzları yarana bilməz. Baş Qafqaz
sülahisində yaranır. Zəngəzurda yaranır, Qarabağ hissəsində yarana bilməz, maksimum 2725 metrdir. Düzgün cavab 2, 3, 6 cavab oldu, B bəndi. Azərbaycanda daimi qar və buzlaqların ərin sularla qidallanan çayların əsas xüsusiyyətləri yazın əvvəlinə daşır, təkcə qar olsaydı yazın əvvəlində olardı. Səhvdir. Mənbələri qar xətti yaxınında yerləşir. Qar xətti yaxınında yerləşdiyinə görə qarla və buzlaqla qidalanır. 2 düzgündür. Məntəbələrində estuar əməliyyatları, məntəbə bunun dəxli yoxdur. Estuarda, deltaya bunun dəxli yoxdur. İl boyu su tərbi dəyişmir. Su tərbi dəyişəcək. Yazda və yayın əvvəlində daha bol sorulur. Qar yazda, buzlaqda yayın əvvəlinə 5 düzgündür. Əslən Böyük Qafqazda yerləşdi. Təkcə Naxçıvanda qapçıqdan başlayanlar belə qidalanmaya malikdir. Bunlar əslən Böyük Qafqazda yerləşir, düzgündür. Düzgün cavab oldu 2, 5, 6 cavab B bəndi. Qurun sularının başlıca qida mənbələri atmosfer yansıda qidalanır. Səth sularla qidalanır. 1, 2, laylararası sularla qidalana bilməz. Kosmik mənşəli sularla qidalana bilməz. Hidroloji qurğulardan, yəni kanallardan sızan sular düzgündür. Termal sularda qidalana bilməz. Düzgün cavab oldu 1, 2, 5 cavab oldu T bəndi. Baş-Qafqaz hissəsinin cənub yamacından başlayan çaylarda sel hadisələrinin əmələ gəlməsinin səbəbləri yarımsərə quru çölünə malik olmaları, burada yarımsərə quru çölünü deyil, leysan tipli gül yağışlarının düşməsi düzgündür. Meşə, çəmən, landşaftın böyük sarıtması bunun mətləbə dəxli yoxdur. Yamacların böyük meyilliyi yamaclarda selin əsas səbəblərindən biridir. Asanlıqla yürüyen suların üstünlüğü Böyük Qafqazda asanlıqla yürüyen sular geniş yayıldığına göre bu da sel hadisəsinin də dağıntının böyük olmasını gətirib çıxardır. Düzgün havanın temperatüründən az sonra dəyişməsi mətləbə dəxli yoxdur. Düzgün cavab 2, 4, 5 cavab oldu A bəndi. Araz çayına dolan əlamətlər mənbəyini Bingöl hissəsindən götürür. Düzgündür. Suvarmada istifadə edilir. Birbaşa xədirə tökülür, birbaşa xədirə tökülmüş kürə tökülür. Mənbəyi okean səviyyəsindən aşağıda yerləşir. Mənsəbi okean səviyyəsindən aşağıda yerləşir. Düzgündür. Mənfi 11 metrdə. Mənsəbi okean səviyyəsindən yuxarıda yerləşir. Səhvdir. Düzgün cavab oldu 1, 4 cavab oldu C bəndi. Uyğunluğu müəyyən kanallar bir də ki, sualdı ərazidir. Abşeron, Samur Abşeron kanalı, Abşeron, Samur, Dəvəçovalığı 1'e geldi A. Qarabağ kanalı ilə suvarılır. Salyan, Muğan düzü olmaz. Hərami, Şirvan düzü olmaz. Qarabağ mövcud düzgündür 2'ye de geldi D. Deməli, Samur Abşeron'la suvarılır. Abşeron, Samur Abşeron, Samur Dəvəçovalığı Qarabağ kanalı suvarılır. Qarabağ düzü ilə mövcud 1'e geldi A. 2'ye geldi D cevap oldu. B bəndi. Araz çayını Kür çayından fərqləndirən xüsusiyyət əsas qidalanma mənbəyi yeraltı sulardır. Bu Araz çayının Kür çayından elə fərqi də budur. Kür isə daha çox yağış sularla qidalan cavab bəndi. Kür çayı üzərində arıca çilmiş su anbarlarının ətraf mühitə təsirinin mənfi nəticələri. Qurun suların səviyyəsi aşağı düşmüş, qurun suların səviyyəsi aşağı düşmüyor. A bəndi səhvdir. B bəndə suvarma için inşaatına mani olmuş. Suvarma ikinci inşaatına mani olmuş. Əksər şərait yaradır. Cavab səhvdir. Meşələr məhv olmuş, suyun tənzimləməsi pozulmuşdur. Suyun tənzimləməsi pozulmuyor. Əksinə suyun tənzimləməsi təmin edilib. Səhv biçildi. Balıqçılığa böyük can vurmuş, dəymiş. Çayın axını tənzimlənməsi mənfi şey deyil. Tugay meşə kompleksi məhv olub həqiqətən. Şoranlaşma güclənib düzgündür. O ki, qurun suların səviyyəsi yüksəlib. Düzgün cavab Y bəndi. Çayların vapurla suvardığı əraziləri müəyyən. Biləşik çay suvarır Salyan düzünü. Biləşik çayın suyu da Salyan düzündə suvarmada istifadə olunur. Birinciyə gələcək 3. Şəmkir çayın suyu ilə suvarılır Gəncə Qazaq düzü. İkinciyə gələcək 4. Qudyal çayın suyu da suvarılır Samur Dəvəçi ovalığı. Üçüncüyə gələcək 2. Tərtər çayın suyu ilə suvarılır Qarabağ düzü. Göyçayın suyu ilə suvarılır Şirvan düzü. 5'inciye gelecek bir cevap oldu. A bendinde 1'inciye 3, 2'inciye 4, 3'üncüye 2, 4'üncüye 5, 5'inciye 1. Terterçay, Astaraçay ve Hekeriçay Nerozu bastırın bu avukatçının müeyyin. Terterçay
mənsəbi erozyon bazası Kür çayında da kürə tökülür. Astara çayının erozyon bazası Xəzər dənizdir. Həkər çayının erozyon bazası Araza tökülür. Şərqi Zəngəzurda, Zəngilan rayonunda. Düzgün cavab oldu Yevəndi. Tərtər, Kür, Astara, Xəzər, Həkər, Araz. İnşallah 100-ə qədər testin gəldi. Bu qədər 101-dən 150-yə qədər Allah qoysun növbəli hissədə yaxın günlərdə verəcəm. Düzgün cavab bura qədər.